gənc işləyirsə əgər rahat, orta statistik belə deyək də gənc, orta maaş alan gənc rahat ev ala bilirmi? İpoteka məsələsində çünki Yox, şərtlər ala o qədər bilmir. ala Açığı sizə bilmir. deyim ki, ipoteka şərtləri, bank kreditləri arzu olunan səviyyədə deyil. Yəni 8% və mütləq buna bir əncam çəkməliyik. Çünki vətəndaşın birinci növbədə məsələn bu demoqrafik vəziyyət çox acınacaqlı bir şəraitə gətirib çıxara bilər bizi. Hələ ki o həyəcan salmağa əsas yoxdur, amma ciddi problemlər yaranmaqdadır. Çox üzr istəyirəm. Yaxınım ipoteka götürüb də 1500 manat ayda ipoteka ödəyir və biz cədvələ baxırıq. 200 manat deməli əsas borcdan gedirsə, yerdə qalan 1000 neçə manatsa, deməli bu faizdir və bu adam 25 il təsəvvür edin gəlib 65 yaşa qədərdir də. 65 yaşa qədər bu adam elə banka bu qədər faiz. Belə bir bankda kimisə adam öhdəçiliyə götürüb onun aylıq maaşını və artıqlamasıca ya 1500-1200 manat artıqlamasıca faiz verir bu və illərlə adam pul ödəyib və bəlli olub ki, bu qədər borcdan cəmi 30 min pul ödəyib. Bunu niyə? Xeyli adam bunun sonra əziyyətini çəkir. Bizim də çevrədə, seçkilərin içində belə insanlar var. Və bu mütləq bu faizlər azalmalıdır. Biz necə məsələn hakimlər üçün, başqaları üçün 4%-ə endirildi və bu imtiyazı biz bütövlükdə gənclik kateqoriyasında olan insanlara tətbiq eləməliyik. Amma 4%-də də cəmi 100 min sənə pul verirlər. 100 minə ev heç bir yerdə Bakı şəhərində heç bir yoxdur. Amma o da doğru. Amma bütövlükdə biz yəni bu imkan yaratma, bu təkcə deyək ki, ipoteka götürən problemi deyil. Kredit götürən sahibkarın da problemidir. Məsələn, biz əslində bu kapitalist cəmiyyətində sahibkarlığın inkişafı məsələsinə biraz daha ciddi yanaşsaq, bu problemlərin çoxu özlüyündən həll olacaq.